Anda diqqət çəkən yeni kadr dəyişikliyi xəbəri gündəmə düşüb. Prezident administrasiyasının sabiq rəhbəri, vətənə xəyanətdə təqsirləndirilən akademik Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ilə bağlı yayılan məlumatlar sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Məlumata görə Kamilə Əliyeva Bakı Dövlət Universitetinin Sosial və Pedaqoji Psixologiya kafedrasının müdiri vəzifəsindən azad olunub. Yayılan xəbərlərdə bildirilir ki, o kafedrada yalnız adi müəllim kimi fəaliyyətini davam etdirəcək. Xəbəri yayan sayt məsələni dəqiqləşdirmək üçün Bakı Dövlət Universiteti ilə əlaqə saxlasa da, hələlik rəsmi cavab verilməyib. Qeyd edək ki, Kamilə Əliyeva ali təhsilini Bakı Dövlət Universitetinin Biologiya fakültəsində alıb. O, ixtisasca bioloq olsa da, sonradan psixologiya sahəsinə yönələrək həm namizədlik, həm də doktorluq dissertasiyalarını müdafiə edib və psixologiya elmləri doktoru adını qazanıb. Kamilə Əliyevanın akademik karyerası da diqqət çəkir. O, təxminən 2010-cu ildə Sosial və Pedaqoji Psixologiya kafedrasına rəhbər təyin olunub. Bir il əvvəl 2009-cu ildə isə Bakı Dövlət Universitetinin Elmi Şurası tərəfindən ilin müəllimi adına layiq görülüb. Bundan əlavə, Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunub. 2010 və 2011-ci illərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə səmərəli əməkdaşlığına görə diplomla mükafatlandırılıb. Bir qədər sonra 2012-ci ildə isə Bakı Dövlət Universitetinin fəxri fərmanı ilə təltif edilib. Hazırda yayılan məlumatlar onu göstərir ki, uzun illər rəhbərlik etdiyi kafedrada artıq struktur dəyişikliyi edilib və Kamilə Əliyeva rəhbər vəzifədən kənarlaşdırılıb. Lakin bu qərarın səbəbləri barədə rəsmi açıqlama hələlik ictimaiyyətə təqdim edilməyib.